Deyirəm, bəlkə gedib hacının məzarını ziyarət edəyək. Çox yaxşı olardı. İndi görün sizdən sonra maşında nələr baş verəcəkdi. Az qalmışdı girsin maşının altına. Sən lap pis yerdə ilişmirsən ha, qardaş. Qardaş, biraz musiqinin səsini al da zəhmət olmaz. Uşaqlar səndən boşaldın. Yolda sizdən başqa adam yoxdur. Çəkilin oyuna, biz də öz işimizi görək də. Belə səhərdən axşama kimi namaz qırırsınız. Camaat kosmosa uçuruyor. Bu 10.000 avronu 2 günə neynədin sən? Sən özə düşüb ağzını patlat. Qardaş, Hacı Şahin Həsənli. hə. Demək, hacının işi yenə günahkar bəndələrlə. Günahkaram üzümdə yox, danışmağa sözümdə yox. Vəli mən aşıqam sənə, ölüm həyat gözümdə yox. Yetəydi kaş əlim sənə. Allaha gedən yolun aydınlanmasında, Əhl-i Beyti, mənəvi dəyərlərimizi düzgün tanımağımızda, həqiqi eşqin nə olduğunu bilməyimizdə haqqın böyükdür, hacı. Buyur qardaş, çox sağ ol. Qardaş, bir dəqiqə. Sağ olun, amma qardaş belə olmur. Necə yəni? Bu boyda yola 2 manat 60 qəpik yazıb. Sən də qəpiyə qəpik verirsən. Evdən çıxanda mən səni tələsdirdim. Yox. Nə olar ki, üstünə 1 manat qoyasan? Biz də arenda veririk. Maşın işığı 2 həftədir burada. Qardaş, bizə dəqiqə. Sən problemləri mən həll eləməli deyiləm ki. Nə yazıb onu da verirəm də. Mənim başqa pulum yoxdur. Yoxsa gəl bunu qalsın səndə. Pay ata ona. Sevilən ürəyində heç vaxt kin küdurət olmur. Özü sevilən başqalarını... İkinci ildir ki, müqəddəs Ramazan ayına Hacı Şahin sizi keçirəcək. Sevildiyindən arxayın olan başqalarını sevə bilir. Qarşılıqsız sevə bilir. Heç inanmaq olmur. Bilirsiniz niyə? Çünki bilir ki, elə bir varlıq onu sevir ki. O sevgi cəhətdən, sevgi sarıdan körlüğü yoxdur da bunun, elə deyil. Və başlayır başqalarını sevməyə, qarşılıq da istəmir. Deyir, neyir o xırda, neyir bu xırda sevgiləri? Məni sevən sevir. Onda başlayır qarşılıqsız cəmaata xidmət eləməyə. Əvəzsiz, əvəz gözləmədən. Allah sənə rəhmət eləsin, ustad. Çatışmazlıq yoxdur ki, ondan bundan dilənsin. Gətir balaca. Bilsin ki, görə ona yaxşılıq öyrətmək. Çox sağ ol. Hacı bu dünyadakı qısa ömrünü insanlıq borcunu layiqincə yerinə yetirərək yaşadı. Doğrudan da hacı hər kəsin nalə üzündən çevrilmişdi. Elə təkcə bu söhbətləri bundan sonra illərlə öz bəhrəsini verəcək inşallah. Amin. Deyirəm, bəlkə gedib hacının məzarını ziyarət edəyək.
Qızdan deyirsən? Hə. Çox yaxşı olardı. Olar biz də gedək. Əlbəttə olar. Qıza tərs-tərs baxma. Onsuz da sən mənə bir gecə boşlayıb. Yadındadır? Yadımdadır. Mən də toydan qabaqki günü səninlə keçirmişdim. Həmin gün gəlib çatdı. Odur ki, bir yerdəyik. Bəs sən bu gün evdə lazım olsan necə? Onsuz da sabah bir yerdə olacaqsınız da. Bu günü də özünüzə sərf eləyin. Deyirsən subaylığın son gecəsini yaşayaq? Hə. Şəhərdə bu vaxt maşın çox olar. İstəyirsən dostlara deyim, gəlib aparsınlar bizi. Yox, bayram vaxtı heç kimi narahat etmə. Taksi çağıracam da indi. Yaxşı. Axşamınız xeyir. Salam, axşamınız xeyir. Hər vaxt istəyir. Hara edirik, qardaş? Qurd qapısına. Hə, nə yaxşı. Deyirdim elə, nə olardı, şəhərə bir dənə müştəri çıxardı. Demək... Əla, getdik. Yəqin ki, ödəniş kartdan deyil sizdə. Xeyr qardaş, nerede? Soruşma ayıb olmasın. Öfsandan yaşamalı nə qədər yazıb? 6 manat 50 qəpik. Hə, 30 kilometrə 6 manat 50 qəpik. Hövsandan yasamala. Allah bunlara insaf versin, qardaş. İnan ki, zorla elə benzin pulu eləyir. Elə də. Allah köməyiniz olsun. Amin. Hər birimizi inşallah. Hamımız çörək varasıyıq, qardaş. Səhər axşam əlləşib vuruşuruq ki, özümüzə, ailəmizə bir gün ağlayaq. Sadəcə haqsızlıq olanda dözmək olmur, qardaş. Ya bu şirkət rəhbərinə nə var, oturub orada hər sürücüdən tək-tək faiz tutur. Elədir qardaş. Yəqin ki, musiqi qoysam sizi narahat eləmərəm. Əla olar. Qardaş, biraz musiqinin səsini al da zəhmət olmaz. Problem deyil. Necə məsləhətdir. Onsuz da maşından düşənə kimi söz sahibi sizsiniz. İndi görün sizdən sonra maşında nələr baş verəcək. Az qalmışdı girsin maşının altına. Hə, körsən? Görmüsən yolu? Ağzını açıb baxmayın, gözləri aç yola bax. Ha, mən neyini? Mən yolla gedirəm, sən yolda Hələ danışır, sən özə düşüb ağzını patlat. Qardaş, A kişi boş ver, sür gedək. biraz səbirli ol da. Maşında tək deyilsiz axı. Buyur, yolumuza davam edək. Xanımlar da bağışlasın. Bax, qardaş. Bayaqdan özün haqdan, ədalətdən ayırsan. İndi özün səbirsizlik edirsən. Nə səbir, qardaş, səbir qalar. Mən bunlara görə səhərlər maşını çıxarmıram. Gecə ilə gəldi, tapdı məni. Bəlkəm o da işdən yorğun arğın gəlib. Səfən çıxdı da qabağına. Kim? O işdən gəlirdi. Yaxşısan Allah. Onun vücuduna baxan kim bilmək olur oradan gəlirdi. Üzr istəyirəm. Baş qalıb ki, bütün əsəblərimlə oynadı. Əlim də elə ürəşib musiqiyə. İstəsəniz asla səslə qulaq asa bilərsiniz. Elə ehtiyac yoxdur, qardaş. Məni qınamayın, bütün günü bu yollardayım. Musiqisiz də keçinmək olmur. Həm də nəzərə alsaq ki, musiqi mənim sənətimdir, vəziyyət daha da çətinləşir. İxtisasca bəstəkaram. Bəlkə də təəccüb eləyərsiniz, amma santraktlar yazıram. Peşəkar musiqilər bəstələyirəm.
Bilmirəm, inanarsınız ya yox. Mən Yo, iki dəfə... niye ki kardeş? Niye inanmayayım? Normal halde. Her şey olabilir. Qardaş, burada təəccüblü bir şey yoxdur. Rahat ol. Birinci dəfə deyil ki, belə bir şeylə rastlaşırıq. İndi taksi sürücülərinin yarısından çoxu bu işi də ikinci iş kimi görürlər. Qardaş, 4 il öncə bir musiqim İtaliyada keçirilən Il Re della məşhur musiqi festivalında birinci yeri tutdu. Tebrikler. Çox sağ ol. Tərcüməsi musiqi kralı. Təsəvvür elə, bir dənə bilet pulu düzəldə bilmədim ki, gedim festivalda iştirak edeyim. Nəyi qoyub, nəyi danışırsınız, qardaş? Çok teəssüf. Çox təəssüf. Kardeş, bəs bu qaliblere qonorar falan verilmedi. Əlbəttə, festivalın sonunda 10.000 avro qonorar ayırdılar. O da əlimə gələn kimi 2 günə məhv oldu. Bizdə çox çətindir, qardaş. Soruşmaq ayıb olmasın, bu 10.000 avronu 2 günə neynədin sən? Neyniyəcəm? Bir tanış gəldi ki, 5.000 ver, yeni iş qururam, səni də nəzər alacam. Dedim, nə yaxşı. Verdim, o gedən getdi. İndiyə kimi yüzün görməmişəm. Əvvəllər yenə bir həftədə bir dəfə görərdim, eləyərdim, qardaş. Sonra bir gəldi ki, 3.000 ver, dədəmi yerdən götürürəm. Bəs yüzün məclisi eləyib qaytararam. Qardaş elə bir dədəsində toy eləyirdi. Sən lap pis yerdə ilişmirsən ha, qardaş. Nəysə, o da yoxa çıxdı. Hardasa 2 ildən sonra xəbər tutdum ki, Rusiyadadır. Keçənə güzəşt deyirlər qardaş. Qoyub da sənin həyatında bir təcrübə olsun. Elədir. Açığı, mənim bu film sahəsində bir neçə dostlarım var. Yəni, bu sahəyə bələdəm. Elə bu mövzu bu qazancdan, qonorardan düşmüşkən deyirəm. Yəni, bildiyim qədər bəstəkar, rejissorla bir yerdə filmə musiqi yazarkən falan yaxşı qonorar verirlər. Bu Allah saxlamış rejissorlar da dəvət eləmirlər ki, gedək öz işimizlə məşğul olaq, bir dolanışığımız düzəlsin. Gedirlər, nə bilim, hansısa Hollywood santraktlarından istifadə edirlər. Nə bilim, o saytlardan qəpik quruşa musiqilər alırlar. Nədir, birdən bəstəkara pul verərlər. Qardaş, sizcə bu saydıqlarınızın hamısının düyünü rejissordur? Elə deyil. Nə bilim, Allah. Ola bilər, bəlkə də. Açığı bunu da düşünmüşəm. Bu rejissora gərək bir yaxşı sponsorluq eləyən olsun ki, o da peşəkar komanda toplasın, bir normal iş görsün. Nəysə. O yüzden də qardaş, Allah elə bu maşınıma bərəkət versin. Taksi mənim əlavə iş yerimdir. Boş vaxtlarında, daha doğrusu elə hər gecə çıxıram, təqsəvatlıq eləyib öz halal ruzumu qazanıram. Siz öhdənizə düşəni eləyirsiniz. Allah ruzunuzə bərəkət versin. Sağ olasın. Amin. Bugünkü gün halal ruzu qazanmaq hər kişinin işi deyil. İnşallah vaxt gələr, sənin də sənətində hər şey öz yerini tapar. Sağ olasınız, qardaşlar. İbadət əhlinə oxşuyursunuz. Gücümüz yetən qədər. Mənim də dostlarımın yarısından çoxu ibadət əhlidir. Amma bir şey soruşacağım, qardaşım. Buyur. İnciməyin. Yo, buyur. Qardaş, yorulmusunuz? Niyə? Belə səhərdən axşama kimi namaz qılırsınız, ibadət edirsiniz. Cəmaat kosmosu uçur. Qardaş, kim deyir ki, səhərdən axşama kimi namaz qılmalısan? Hər şeyin öz vaxtı, zamanı var. Bir də əgər insan axirəti, əbədi həyatı düşünməsə, əlbəttə ki, ona hər şey çətin gələcək. Əslində, bizdə də evdə hamısı namaz qılır, məndən başqa. Nə bilim, mən də elə o günlərə kimi düşünürdüm. Hardasa yalan olmasın, bir 15-20 il dedim ki, sabahdan namaza başlayacağım. Səhər dururdum, gözümü açırdım, yumurdum, bir də ördüm, axşam oldu. Axşam başımı atırdım, qalxırdım, bir də baxırdım, heç nə dəyişməyib. Köhnə hamamdır, köhnə tas. Təsəvvür edirsiniz, 20 il mənim kimi minlərlə, milyonlarla insan var. İndi hamımız cəhənnəm edəcəyik. Kimin hara gedəcəyini Allah bilir. Biz öhdəmizə düşəni eləyirik.
Ay sağ ol. O yüzden sonunda qərara gəldim ki, qardaş, bu məsələlər qismətə bağlıdır. Adamın ürəyi təmiz olsun. Ürəyin işi zaten təmiz olmalıdır. Təmiz verilib, təmiz də geri alınacaq. Amma içi zəhərlə dolu ürəklər var. Hər kəs özünə cavab deyir, qardaş. Amma qardaş, bu 20 ildə heç olmasa bircə dəfə də olsun cəhd eləsəydin, indi Hacı Elçindən çiyin-çiyinə namaz qılırdın. Nə bilim, bəlkə də. Bu nədir? Bunlar niyə yığışıb bura? Deyəsən çəkiliş oxşuyur. Vəssalam da, işimiz var da. Ayşah, biraz oyunda oynayın, biz de işimizi görək. Emmesem olmur kardeş. Sen biraz yukarı kaldıram sen. Uşaqlar səndən boşaldın, bir də məşq eləyəyin. Kaç ağıllı çıxmısınız? Yolda sizdən başqa adam yoxdur. Çəkilin oyuna, biz də öz işimizi görək də. Götürün bunu vurun. Heç dəxli var. Elə bir yolu şəxsiləşdiriblər. Qardaş, sizdən bir söz sorur. Buyurun. Siz bizi gedəcəyimiz ünvana aparandan sonra gözləyə bilərsiniz, yenidən Hövsana gətirəsiniz? İncimə qardaş, heç o halda deyiləm. Siz də maşallah Bakının o başından bu başına edisiniz. Həm də şəhərdə biraz işlərim vardı. Dedim onlarla məşğul olaram. Heç də olmaz qardaş, narahat olmayın. Yenidən taksi sifariş verərik. Əlbəttə. Bir də sifariş verən kimi 60 dənə taksi düzüləcək. Qardaş, bura haradır? Belə soruşma ayıb olmasın. Hara gedirsiniz? Bura Hacı Şahin Həsənlinin məzarıdır. Hacı Şahin Həsənli? Hə. Bizim kimi sevənləri bayramlaşmağa gəlib. Hacını ziyarət edib geri qayıdacağıq. Buyur qardaş, boynunuzu çıxın. Lazım deyil, narahat olmayın. Xahiş edirəm, pulunuzu çıxın. Dedim ki, qardaş, gedin ziyarətçi edin. Qardaş, rahat ziyarətçi edin. Sizi özüm aparacağım.
Gedək dostlar. Qardaş, bayaqları Hacı Şahin adını çəkəndə belə bir dəyər oldun. Hər şey qaydasındadır. Bilmirəm, mənə nə qədər səmimi, ciddi qəbul edərsiniz. Amma sizə bir şey danışacağım. Öncə onu deyim ki, mən də vaxt tapan kimi arada bir hacının xütbələrini dinləyərdim. Və həmişə də bundan zövq almışam. Xüsusən də günahkar bəndələrlə bağlı olan mövzular daha çox diqqətimi çəkib. Düzdür, mən sizi kimi ibadət əhli olmasam da, belə xırdapara əyləşkilərim olsa da, amma həmişə qəlbimin dərinliyində Allaha, onun dininə xüsusi sevgi olub. Bu axşam evə yorğun gəldiyimdən dedim, həmişə kimi biraz dincəlim, sonra yenə gecə iş başında olacaqdım. Saat hardasa 11-12 radələrində olardı. Elə oturduğum yerdə yuxu apardı məni. Yuxuda bir nurani insan gördüm. Danışığından, rəftarından ruhani təsiri bağışlayırdı. Bu şəxs gəlib qarşımda dayandı. Mənə deyir ki, qalx. Qalx, mənim qonaqlarım gəlir. Ged onları götür, gətir mənim yanıma. İnan, yuxu o qədər aydın idi ki, ayılan kimi ətrafa baxıb həmin adamı axtarmağa çalışdım. Amma heç kəsi görmədim. Sonra başım qarışdı, telefon, mesaj, nə bilim, taksi xidmətləri. Ondan sonra dedim, yuxu idi də, gördüm, keçdi, getdi. Dediyiniz həmin vaxt elə biz də həyətdə dayanıb ailəlikcə söhbət edirdik. Birdən qərara gəldik ki, gələk hacını ziyarət edək. Bayaq siz Hacı Şahin deyən kimi o an anladım ki, bu yuxu təsadüf deyilmiş. Hər şey belə dəqiq düzüb qoşana həmd olsun. Canım qurban ay Hacı. Biz naqis bəndələrinə bu qədər dəyər verdiyin üçün Rəbbim sənə şükürlər olsun. Demək, hacımız bizi unutmayıb. İlahi, sən nə gözəl Allahsın. Qardaş, nə xoş sənin alva ki, dəyərli hacımız Allahın lütfü ilə sənin yuxuva gəlib bizə müjdə verdi. Elə düşünürsünüz? Əlbəttə. Yox, qardaş. Məncə, Hacı Şahin Allahın izni ilə yuxuma gələrək sizi kimi dəyərli dostları qarşılamaq üçün məni bu şərəfə nail etdi. Mən bunu belə anlayıram, dostlar. İnsan ömrünü, həyatını, yaradana həsr eləyərsə, ona xatir daim insanların xidmətində olarsa, onun üçün yaşayıb, onun üçün ölərsə, o da səni yaşadar, ucaldar. Hətta ölümündən sonra belə səni yaxşı işlərə vəsilə edər. Demək, hacının işi yenə günahkar bəndələrlədir. Xəyallarım qanadlanar, içimdə bir
içimdə bir alov yanar. Ümidlərim qəfəsləri qırıb sənə tərəf. Allaha gedən yolun aydınlanmasında, Əhl-i Beyti, mənəvi dəyərlərimizi düzgün tanımağımızda, həqiqi eşqin nə olduğunu bilməyimizdə haqqın böyükdür, hacım. Göz yaşımdan denəm mənə de hardasan Eydən dözər bu aşıq Ərbəlaya Bəlalarım dönər səfaya Həlim yetər səkər bəlaya Sənə ölüm həyat gözümdə yox Yetəydi kaş əlim sənə Vəfalı sevgilim sənə Əgər ölüm müsaldısa Bu an ölüm gəlim sənə Günahkaram üzümdə yox Danışmağa sözümdə yox Bəli mən aşıqəm sənə Ölüm həyat gözümdə yox Yetəydi kaş əlim sənə Vəfalı sevgilim sənə Əgər ölüm saldısa Bu an ölüm gəlim sənə Ey eşq Alıb salağlamı başımdan Görünməyirmi göz yaşımdan Denəm mənə de hardasan Eydən dözər bu aşıq Ərbəlaya Bəlalarım dönər səfaya Nəhayət deyəsən səhər açılmadan evə çatırıq. Sizi harda götürmüşəmsə orada da salacağım. Narahat olmayın. Hər birinizə təşəkkür edirəm. Kiçik zamanda böyük səyahət. Elədir. Həm də çox maraqlı oldu. Qardaş, bir şey soruşum. Dostunun Rus xanımla evlənməsinin yəqin ki bir hikməti var. Hə qardaş. Bu xanım Hacı Şahin sevər Bakılı Rus ailəsinin övladıdır. Deyirəm də. Çox sağ ol. Sizə minnətdarım. Buyurun. Qardaş, tanışdığımıza məmnun oldum. Bir dəqiqə qardaş. Mümkünsə nömrənizi qeyd edeyim. Qarşıdan Ramazan ayı gəlir. Bəlkə oruç tutduq. Bir şey lazım olsa sizdən soruşaq. Əlbəttə, qeyd edin. Elçin. Mən də Sadiq. Bu da dostum Şamil. Xoşbəxt olun qardaşım. Sabahdan yeni və məsuliyyətli həyata başlayırsınız. Çox sağ olun, minnətdarım. Elə siz də. İndi bax gör, bunu başa düşəndən sonra bax gör Allah dili məni bağışladı, gör nə böyük hadisə baş verdi.
Bilirsiniz, nə qədər hadisələrin nizamını dəyişdi mənə görə. Mən günah eləmişdim, nə qədər mənim üçün əzablar, bəlalar var idi. Bu gecə bağışladı, yəni bütün müqəddəratımı dəyişdi. Bax, mənim müqəddəratımda mən tək deyiləm, başqa insanların da taleyi var. Məni hansı hadisələr gözləyirdi, hamısı dəyişdi, yəni aləmin bütün nizamı dəyişir. Allah birini bağışlayır, elə deyir ki, keçdim sənin üçün. Axı, bu elədiyi əməlin neçə 100 il qiyamətə qədər təsiri var idi. Bütün bu təsirləri dəyişdi. Ona görə deyirlər, Qədr gecəsi əzəmətli gecədir. Çünki hər bir insanın müqəddəratı bu gecədə dəyişir. Yəni aləmin nizamı dəyişir. Yəni hamını əhatə eləyir bu dəyişiklik. Bütün dünyanın varlıq aləminin nizamına təsir qoyur. Bu gecə fürsətdir insan bağışlansın və insan bağışlandısa, Allahın müjdəsi belədir ki, buyurur kim tövbə eləsə, bağışlansa, Allah onların pisliklərini yaxşılığa çevirər. Yəni əməl dəftərindən günahlarını silər, yerinə savab yazar. Allah belə Allahdır. Ət-taibu minəz-zəm kəmən la zəmbələ. Bir adam tövbə elədirsə, heç elə bil günah eləməmişdir. Heç elə bil günah eləməmişdir. Qiyamətdə günahkar ki tövbə eləyib, buyurur ki, bir dənə daş tapılmaz ki, onun günahından danışsın. Yazan mələkləri Allah unutdurar, yerə, göyə, hər şeyə unutdurar. Bu insan özü də bəzi hədislərdə var ki, bəzən özü də yadından çıxardar. Allah o qədər rəhəmlidir ki, tövbə eləyənə deyir, heç buna gözün üstə qaşın var deyən olmasın. Bunu narahat eləməyin, çünki bu tövbə eləyib, bunu bağışlamışamsa, day bunun günahını yada salmağa ehtiyac yoxdur.